Sual verirlər ki, əgər bir qadın davamlı şəkildə alimlərin və elm tələbələrinin dərslərini dinləyir və dinlədiklərini həyatında tətbiq edirsə, bu hal elm tələb etmək sayılırmı? Cavab belədir ki, bəli, əgər bir insan mötəbər və həmçində düzgün əqidəli, salamat əqidəli tələbələrin dərslərini dinləyirsə, həmçinin alimlərin dərslərini dinləyir və dinlədiklərini öz həyatına tətbiq edirsə, sözsüz ki, elm tələb etmək də məhz budur. Ümumiyyətlə, insan elm tələb edərkən, öyrənərkən niyyətini düzgün etməlidir. Niyyət çox önəmlidir. Və necə ki, İmam Əhməd deyir ki, elm tələb etmək qədər savabı böyük olan əməl yoxdur, əgər niyyət düzgün olarsa. Və sual verirlər ki, niyyəti düzgün olmaq nədir? İmam Əhməd belə cavab verir. Niyyəti düzgün olmaq, insan tələb etdiyi elmi ilk növbədə özü həyatında tətbiq etməsi, yəni əməl etməsi, ikincisi isə ehtiyac olarsa onu başqalarına öyrətməsidir. Və ona görə də diqqət etmək lazımdır ki, insan ilk növbədə elmi öyrənməlidir, öz həyatına tətbiq etmək üçün, özünü islah etmək üçün, özünü düzəltmək üçün. Sonra isə əgər ehtiyac olarsa, kimsə ondan soruşarsa, o həmin elmi başqalarına öyrətməkdir.